İmam Baqir əleyhissalamdandır. Buyurur ki, axir zamanda bir dəstə olacaq ki, onlar mübahisə əhlidirlər. Çox mübahisə eləməyi sevərlər. Məsələn, güya savadlıdırlar, bütün günü dini bəhslər, mübahisələr, söhbətlər, nəyisə kiməsə sübut eləmək istəyirlər. Ömür boyu lazımsız mövzularda bəhslər aparırlar, lazımsız mübahisələr aparırlar. İctimai proseslərdən bixəbər, vəzifəsini bilməyən nadanlardır. Gözləyin özünüzü saxta dindarlıqdan, saxta dindən. Bu dövrün əsas problemi bu olacaq. Qabaqcadan mən sizə xəbər verim. Özdə, sizin içinizdə. Saxta dindarlıq deyəndə mən o baş kəsənləri nəzərdə tutmuram. Onların artıq yavaş-yavaş bəlli olur hamıya ki, o din deyil. Bizə ki, əvvəldən bəllidir, din ola bilməz. O aydındır. İndi növbəti mərhələ öz içinizdə. Saxta düşüncəli adamların, saxta din xadimlərinin, hansısa bir cərəyan rəhbərlərinin bizim içimizdə artmasını gözləyin. Batil tutarlı argument qoyur haqqın qarşısında. Bəli, bir yerə çatırsan ki, argumenti gülməli görünür sənin üçün, bəli. Amma elə də ilk addımdan belə deyil ki, haqq bütün parlaqlığı ilə, batil də bütün çirkabı ilə üzə çıxsın. Quranda Allah ona görə danışır. Şeytan demədi ki, yox mən sənə ibadət eləmirəm. Allahın fikrinin qarşısına alternativ fikir qoydu. Üç dənə də sözü ağlabatan idi. Hər batilin sözündə qəribə ağlabatan məqamlar var, onu bəzir. Bugün ziyalı ağıllı adamlar onu görür. Bəzir, görürsən ki, elə təqdim edir ki, cəmaat deyir, düzdür də. Muaviyyənin məktublarına baxın. Həzrət Əlini bir sözlə muayizə edir. Bir sözlə muayizə edir. Biz elə bir ki, Muaviyyə buynuzlu idi. Həzrət Əlinin özündən nur çıxırdı, belə o filmlərdə göstərilir. Elə olsaydı nə vardı ki? Yox. Elə qəşəng danışırdılar, məktub yazır ki, sənin ya Əli böyük xidmətlərin olub İslama. Sən böyük parlaq keçmişin olub, sən Peyğəmbərə iman tərifləyir, sonra deyir, batil eləməməlilərdir. Həzrət Əliyə deyir. Əgər sözün mənasız olsaydı, Həzrət Əli ona cavab verməzdi. Deyim, mən gör nə günə qaldım Əli əleyhissalam ki, sənə cavab verməliyəm, amma zamanə məni buna məcbur edir. Çünki ictimai rəyi çaşdırırsan sən. Təsir göstərə bilirdi ki, Həzrət Əli məcbur olurdu ki, ona oturub vaxt ayırıb cavab verirdi ona.